Axır zaman əlamətlərindən biri də insanların başlarının bəla çəkməsinə, çətinliklər yaşamasına, ömürlərinin hətta qısalmasına, ölümlərin sayının çoxalmasına, bərəkətin çəkilməsinə və bir çox problemlərə, müşküllərə səbəb olan işlərdən biri də qohum-əqrəba ilə, yaxın qohum-əqrəba ilə əlaqələrin kəsilməsidir ki, Qurani-Kərim və hədislərimizdə bu barədə çoxlu tapşırıqlar və tövsiyələr olunub ki, hər bir kəs qohum-əqrəba ilə əlaqəni kəsməsin. Hətta Qurani-Kərimdə ayə var ki, "Vəllezine yanquduna ahdallahi min ba'di misaqih və yaqta'una ma amarallahu bihi an yusala və yufsiduna fil ard. Ulaika lehumul la'natu və lehum su'ud-dar." Ayənin bir hissəsi budur ki, o insanlar ki, yer üzərində fitnə, fəsad törədirlər, qarışdırırlar, işləri, gücləri ancaq fəsad törətməkdir və birləşməsini Allahın vacib etdiyini pozanlar, qıranlar, yəni qohumluq əlaqələrini kəsənlər barəsində Allah buyurur ki, Allahın onlara lənəti olsun. Hətta Allah həmin şəxsləri lənətləyir də. Və ona görədir ki, Həzrət Əli əleyhissalam bir kəlamında belə buyurur ki, kəlam özü də çox təsirə malik olan bir kəlamdır. Çəkisi ağır olan bir kəlamdır. Həzrət Əli əleyhissalam buyurur ki, əgər kim mənə bir işi yerinə yetirməyi söz verərsə və yerinə yetirərsə, mən də ona bu bir işi yerinə yetirəndən sonra 4 şeyin ona nəsib olmasına mən Əli zamin dayanıram. Baxın, Həzrət Əli əleyhissalam zəmanət verir. Zamin durur ki, əgər bu işi kim yerinə yetirsə, o 4 şeyə nail olacaq mütləq. Əgər nail olmasa, mən ona zaminəm. O da nədir? Kim əgər qohumluq əlaqələrini bərpa eləsə, yəni bir kəs öz övladları ilə, bacı-qardaşı ilə və xüsusən valideynləri ilə və yaxın qohumları ilə əlaqə yaratsa, mən Əli ona zaminəm. Birincisi budur ki, onun malı artacaq, bərəkətli olacaq. İkincisi budur ki, onu öz qohum-əqrəbası sevəcəklər, istəyəcəklər, ona hörmət eləyəcəklər. Üçüncüsü budur ki, mən buna zaminəm ki, onun ömrü uzun olacaq və dördüncüsü də budur ki, Allahın behiştinə həmin şəxs daxil olacaq.